Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Xırdalanda 28-ci məhəllədə 9 mərtəbələrin arxasındakı küçədə belə deyək, həyət evi çıxıb satışa 2,5 sotun içindədir. 5 otaqlıdır, kubcalıdır, çıxarışlıdır. Bura əlavə tikilibdir, yəni ki, belə əldamı kimi istifadə olmaq üçün tikilib, amma orada suyu, qazı, işığı hamısı çəkilibdir, qaydasındadır. 3 daş kürsülüdür bu evimiz. 5 otaqlıdır, otaqların hamısı da işıqlıdır. Girən kimi belə bir bizi mətbəx qarşılayır, onu da qeyd eləyək, istipoldur. Bura arxaya çıxışı da var, 2-nin 8-ədir, burada torpaq sahəsidir. Ya ora səlqə səhmənə salıb qəşəng bağ da eləmək olar. Qabağı da genişdir. Yəni ki, otaqların hamısı təmirlidir, sanitar qovşaqlardır, hamamıdır, ayaq yolusudur, gördüyünüz kimi ayrı-ayrıdır. Kafillər vurulmayıb, amma materialları var, əldamındadır. Start qiyməti də, bu evimizin start qiyməti olacaq 100.000 manat. Real alıcıya endirim nəzərdə tutulubdur. Həmişə dediyim kimi, gəlin birinci evə baxın. Bu bir yataq otağıdır, 4-ün 4-dədir. Yəni otaqları da qəşəngdir, səliqəlidir. Otaqları təmirlidir, təzə təmirdən çıxıb. Bura qonaq otağıdır. Digər 3 otağın girişi də elə qonaq otağındandır. Hörmətli izləyicilər, 28-ci məhəllədə köhnə bazara yaxın o Həz restoranında yaxınlığındadır demək olar ki, 119-un Pavarotu deyilən yer var. 119 tərəfi yox, sağ tərəfdə də 9 mərtəbələrin arxasında belə bir həyət evimizdir. Gəlirsiniz, baxırsınız, bu ikinci yataq otağıdır, üçüncü dağı üzr istəyirəm. Keçək 4-cü yataq otağını da göstərək. Əlaqə nömrəsi də profildədir. Zəng eləyin, gəlin, baxın. Kim alsa Allah xeyrin versin, hər kəsin evi olsun. Hələlik bu qədər. Sağ olun.